Bir ana var, bu ananın qorxuları sanki mənə tanışdır. Çünki mən ətrafda olan yaşlı insanların bəzilərindən bu sözləri eşitmişəm. Baxın, indi efir önündə oturan bəlkə də əksər yaşlı analar deyəcək ki, elə mənim halımdadır ki, elə mənim günümdədir ki. Çünki Allah kimsəni tək etməsin. Dostlar, təklik qədər pis duyğu yoxdur. Hələ-hələ sən yaşlanırsansa. Yenə cavan vaxtı birtəhər başını qarışdırırsan. Bu həyatla birtəhər mübarizə aparırsan. Hə, Elmira ana, gəl görək. Ay Elmira ana, gəl görüm, gəl görüm. Sən niyə bu qədər həyəcan keçirirsən? Sən niyə bu qədər narahatsan? Anamızın 71 yaşı var. Ana deyir ki, Allah ömrün uzun etsin. Deyir ki, mən gecə-gündüz gözü yaşlıyım. Siz gördünüz, Narınc xanım dərhal durdu, gəldi. Çünki onun dərdi Narınc xanımlıqdır. Və mən bir daha vurğulamaq istəyirəm. Çünki həmişə deyirəm, yaş məhdudiyyəti yoxdur. Amma həmişə deyirəm, Narınc xanım balacaların dostudur və s. O ayrı. Amma görürsünüzmü? Anamız da çarəni onda görüb gəlirdi. Deyir ki, içimdə qəribə qorxular var. Mən tək qala bilmirəm evdə. Bu həqiqətən də bir çoxunun yaşadığı qorxudur, bilməm, fobiyadır. İndi siz onu mənə deyərsiniz. Əsəbləşəndə, bax, üzündə qırmızını hər halda görürsünüz, çarşablıdır, anamız görsənə bilməz. Üzü qıpqırmızı olur, qıpqırmızı. Danışanda elə. Danışanda belə və başında, bəli, və bu sözü əksər insanlar deyir, mən öz əzizlərimdən də eşitmişəm, başımda sanki bir səs var, küy var, uğultu var və bir də ən əsas məsələ, ananın bir qorxusu var, bundan çox adam qorxur. Sanki hər an pis xəbər ala bilərəm. Eləmi ana? Niyə elə düşünürsən? Pis xəbər o qədər qorxudum mən. Cavan yetişmiş oğlum istəyirsə hələ də heç getməyib. Cavan oğlum rəhmətə getdi. Oy can, Allah rəhmət eləsin. Cavan qızım yenə də elçi gələ-gələ qızım rəhmətə getdi. Ay, Allah rəhmət eləsin. Ondan irəli də ki, onlar körpə-körpə olublar, başa dön. Ailəmi cavan vaxtı itirmişəm. Cavan yaşda rəhmətə gedib. Ona görə mi tək qalmışsınız? 7 dənə də balanı, bax bu ana böyüdüb hamısını. Tək. Böyüdüb onları boya başa çatdırandan sonra o 2 uşaq da rəhmətə getdi. Oğlum. Ağır dərdlər Allah kimsəyə göstərməsin. Onları zülmlə yerdə qalanları da yəni böyüyüblər. Belə o oğlum, o qızım elə-belə bax bir oğul idi ki, canlara dəyən, nətər deyim, əziyyət keş, zəhmət keş, qız helilə. Mən həmişə deyirəm ki, məsələn, kimsə gəlib problemin deyəndə deyirəm ki, Narınc xanım çözər, Narınc xanımın möcüzəvi aparatları var. Yenə deyirəm, öhdəsindən gələr. Amma bu dəfə iş daha çətindir. Çünki söhbət kimsəyə göstər, evlatra dərman atar, yatar, dərman atar, yatar. Mən dərmanı atmasam yata bilmirəm. Narınc xanım bütün gücümüzü səfərbər edir. Yox, yox. Bax, gecə sabahacan oturum, yuxu deyilən şey yoxdur. Nə idi? Bu ananın başıdır. Danışanda da bədənim tir-tir əsir. Ciddi, anamız gəldi, həm psixoloji müayinədən keçirdi, həm başını müayinədən keçirdi. Deyirəm ki, çox üzürsəm, adətən görərik öndə olar, arxada olar, burada hər yerdə var. Həm depressiya var, ciddi şəkildə, bu mavilər yatanlar olardı, həm də çox ciddi oyanıqlığı var. Delta bizim sakitləşdirici dalğamızdır ki, bu dala sakitləşmə, yuxu dalğası deyirik biz ona. Deltamız 0-4 aralığında olmalıdır, anada 47-dir. Yəni təsəvvür eləyin, 4 hara, 47 hara. 10 dəfə, 11 dəfə çoxdur, beyin çox oyanıqdır. Bu başla o səs vermə tinnitus dediyimiz qulaqda küy yaranır. Səsi başın içində bir səs yaranır. Bax, bunlar hamısı ona görədir. Amplitudalar çox yüksəkdir, qıcıqlanır, oyanıqlıq beyində çoxdur və bu zaman yatamır. İndi biz o delta dalğalarını alacaq kompüterin ekranına, orada azaldacaq, verəcək özünə. Azaldacaq, qaytaracaq özünə. 47-ni 45 eləyəcəm, verəcəm. O bir seans 45-i 46, 44 eləyib verəcəm.
deyirəm. Ta ki 4-ə qədər sala 4-ə qədər biləcəksən. indirəcəyik. Narınc Və bu xanım, zaman necə yuxun gözləyirəm 1 saat, nəticəni. saat yarım, 2 saat, elə Lətfə anamız da buradadır. Elə Lətfə anamız kimi yavaş-yavaş o yuxusunu da korreksiya eləyəcəm. Həm yatanda da adamın əsəbləri Nədən də rahat olur, yaddaşım sakit yoxdur, olur. qurban olum. Əlbəttə. Yaddaş nətər olsun da beynini. Xaladenika gedirəm ki, bir şey deyirəm, gedim gətirim. Açıb baxırsan. Açıb baxıram, üzünə tapa bilmirəm. Ki, nə götürəcək? Nəyə götürüm? Narınc xanım, nə qədər zaman alar bütün bu işləmlər? Çünki dediyiniz kimi baxacaqsınız, alacaqsınız, qaytaracaqsınız. Ona görə hər mübadilə- gün olacaq, Hər gün intensiv, 20-25 gün çəkəcək, yəni 3-4 həftə arası. Ana 8 saat yatacmağına söz verirəm sənin, Ay, nə azı. gözəl. Dərmansız deyilmi? Bəli, bəli. Yaddaşını da Mükəmməl. korreksiya eləyəcək, həm də Mükəmməl. bilirsiniz, beyni telefon kimi. Bəli. Necə ki, taxaraq topa Doldurdunsa- doldururuq. Elə fikirləş ki, ana zaretka yığmır bunun, beyni şarj olunmur. Necə işləsin Və bu o zaman zaman? necə işləsin, necə yaddaş olsun, həyəcan, özü travma, yas keçirmiş, həyat yoldaşı yanında olmayıb, bala böyüdü. Bunlar Yaxşı olacaqsan, narahat gözəl olma, yaxşı. İnşallah Narahat olma. həm psixoloji seanslardan travmalarınızı götürəcəyik, müəyyən o içində bir rahatlıq duymağa Tamam, başlayacaq. tamam. O depressiya, həyəcan, o ölüm Tamam. qorxusu var, həyəcan təşviş Bir ay yaşayır. sonra anamız bura başqa Gülər gəlir, üzlə, deyil mi? rəngi qırmızı Ay, olmaq, inşallah. get-gedə qızardı ananın Tam rəngi. qırmızı olmuş. Danışan Rem- kimi biraz Ana, Necə hamısı fəlakət, keçmişdə həyəcan qalar, basır yaxşımı? artıq Sən səni. nə desə elə. Ağlama, biraz ağlamaq olmaz. işləyirəm, hə? Sən İşləyəndə bax, ağlama. valla arı var, biraz arıya başımı alladıram da, baxıram o arılara. Bax, görsən, bax, belə-belə. Əlində sanki damar partlamış görsən, kimi. bax. Üz də Yaxşı, oldu əllər qıpqırmızı. də Ana, titrəyir, gəl belə eləyək. yaranır. Mən səni belə vəziyyətdə çox incitməyim. Səni Narınc xanıma əmanət edim. Demək olar tez-tez hər gün demək olar ki, soruşacağam, nəzarətdə saxlayacağıq. Narınc xanımın şəxsi nəzarətində olacaqsınız. Orada psixoloqlara yönəltsə də və bir ay sonra səni burada Proqramı zaten gözləyirəm. özüm Ağlama nə olar, hazırlamışam. ağlama. Ürəyim İnşallah paramparça olur. görəlinizlə Narınc xanım gətirim sizə çox ananızı güvənirəm. yanınıza. Sağ olun. Sağ olun, təşəkkür edirəm.